Bəzi şagirdlər, xoş gördük hər birinizi. Bu günlər biz orta sürət hərəkəti nisbiliyindən olan test tapışıqlarının həllərinə baxacaq. Başlayaq birinci sualımıza. Mexaniki hərəkət zamanı fiziki kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Əlbəttə ki, yer dəyişməyə görə orta sürət. Çünki biz dedik ki, əgər cismin hərəkət trayektoriyasının başlanğıc və son nöqtəsi üst-üstə düşərsə, bu zaman yer dəyişməsi sıfıra bərabər olmuş olur. Bunun üçün də yer dəyişməyə görə orta sürətdə sıfıra bərabər olacaq. Avtomobil Bakıdan Şəkiyə qədər olan 320 km məsafəni 5 saat müddətində gedir. Avtomobilin yola görə orta sürətini hesablayın. V orta bərabərdir S ümumi bölünsün T ümumi düsturunu yazırıq. Yəni orta sürətin düsturunu 320 bölünsün 5 bərabər olacaq 64 km bölünsün saata. Avtomobil Bakıdan Mingəçevirə qədər olan 280 km məsafəni 5 saat müddətində gedir. Avtomobilin yola görə orta sürətini hesablayın. Yenə yazırıq orta sürətin düsturunu. S ümumi bölünsün T ümumi düsturunu. Həmişə əvvəlcə birinci yazmalıyıq. 280 bölünsün 5 bərabər olacaq. Deməli 56 km bölünsün saata. V1 bərabərdir 6 metr bölünsün saniyə, V2 bərabərdir 8 metr bölünsün saniyə olduqda birinci avtomobilin ikinciyə nəzərən sürətinin modulunu hesablayın. Biz baxanda görürük ki, şəkildə avtomobillər əks istiqamətdə hərəkət edirlər. Bu zaman birincinin ikinciyə nəzərən sürətini, yəni bu şəkildə yazırıq. Yazırıq V1, 2 bərabərdir. Əks istiqamətdə nəzərən sürətlərimiz toplanılır. Yəni yazacaq nə? V1 üstə gəlinsin V2. Bərabərdir 6 plus 8 edəcək 14 metr bölünsün saniyə. V1 bərabərdir 10 metr bölünsün saniyə, V2 bərabərdir 15 metr bölünsün saniyə olduqda birinci avtomobilin ikinciyə nəzərən sürətinin modulunu hesablayın. Avtomobillərimiz yenə şəkil müstəvisinə baxanda görürük ki, necə hərəkət edir? Əks istiqamətdə hərəkət edirlər. Qarşı-qarşıya hərəkət etmək avtomobillərin əks istiqamətdə hərəkət etməsi deməkdir. Elə deyilmi? Bu zaman V1 2 bərabər olacaq. V1 plus V2 əks istiqamətdə nəzərən sürətlərimiz toplanılır. Yazacaq nə? 10 üstə gəlinsin 15 bərabər olacaq 25 metr bölünsün saniyə. Əslində uşaqlar, hər zaman nəzərən sürətlər çıxılır. Nəzərən, ümumiyyətcə, yəni həmişə bir-birindən çıxmaq deməkdir. Sadəcə belədir ki, bu, baxın, birincinin ikinciyə nəzərən deyirsə də V1 2 bərabərdir, V1-dən V2-ni çıxmalıyıq, elə deyilmi? İndi əgər biz V1-i 10 qəbul ediriksə, çıxılsın, axı V2 x oxunun əksinə gedir. Bu da nə qədər olacaq? Mənfi 15 olacaq. Düzdür? Yenə neçə eləyəcək? 25 metr bölünsün saniyə etmiş olacaq. İkinci avtomobilin birinciyə nəzərən sürətinin modulu nəyə bərabərdir? İkincinin birinciyə nəzərən sürəti. Yəni V2 1 bərabərdir. İkinci avtomobilin sürətindən birinci avtomobilin sürətini çıxacaq. 90 çıxılsın 80 qalacaq 10 km bölünsün saat. Eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən böyükdür? A cismi gördüyümüz kimi sağa doğru hərəkət edir. A cisminin bu 5 cisimdən hansına nəzərən sürətin ən böyük olması üçün A cismindən əks istiqamətdə yönələn olmalıdır ki, yəni əks istiqamətdə bizim nəzərən sürətlərimiz toplanılır. Elə deyilmi? Eyni istiqamətdə çıxılanda ən kiçik olacaq, əks istiqamətdə toplananda isə ən böyük olmuş olacaq. X ox üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. Müşahidə başlanğıcından 3 saniyə sonra ikinci cismin birinci cisimə nəzərən sürətinin proyeksiyasını hesablayın. İkincinin birinciyə nəzərən sürət deyirsə, deməli 2-dən biri nə eləməlisən? Çıxmalısan. Elə deyilmi? Aha. İndi biz baxırıq qrafikimizə, uşaqlar. Biz və burada görürük ki, 3 saniyədən sonra cisimlərimizin baxın K nöqtəsində hər ikisinin sürəti nə qədərdir?
10 metr bölünsün saniyəyə bərabərdir. İkinci cisimimiz x-ox istiqamətdə bərabər sürətlə hərəkət edir. Birinci cisimimizdə x-ox istiqamətdə bərabər yavaşcan hərəkət edir. 3 saniyədən sonra hər ikisinin sürəti nə qədərdir? 10 metr bölünsün saniyədir. Yəni 10 çıxılsın 10 bərabər olacaq 0-a. X-ox üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Müşahidə başlanğıcından 2 saniyə sonra birinci cismin ikinci cisimə nəzərən sürətinin proyeksiyasını hesablayın. Yenə baxırıq sürət zaman qrafikinə. Burada bir K nöqtəsi qeyd edirik. 2 saniyədən sonra görürük ki, cisimlərimizin hər ikisinin sürəti nə qədərdir? 10 metr bölünsün saniyədir. Elə deyilmi? V1 2-ni tapacaq olsaq, yəni V1 çıxılsın V2 bərabərdir. 10 çıxılsın 10 edəcək 0. Əks istiqamətdə bərabər sürətlə hərəkət edən iki cismin hər birinin yerə nəzərən sürətini 2 dəfə artırdıqda onların bir-birinə nəzərən nisbi sürəti necə dəyişir? Deməli, əks istiqamətdə hərəkət edən deyir uşaqlar. Misal üçün, birinci cisimimiz sağa doğru V sürəti ilə getsin, ikinci cisimimiz də sola doğru 2V sürəti ilə. Əvvəlcə indi bunların nəzərən sürətlərini tapaq. Əks istiqamətdə nəzərən sürətlərimiz toplanılırdı. İstərsən birincinin ikinciyə nəzərən desin, istərsə də ikincinin birinciyə nəzərən desin. Yəni V1 plus V2 yazacaq da nəzərənin yerinə. Olacaq nə qədər? 3V. İndi bunların hər birinin sürətini biz 2 dəfə artıracaq. Birinci cisimimizin sürəti olacaq 2V, ikinci cisimimizin sürəti isə olacaq 4V. Yeni cisimlərimiz zaten əks istiqamətdə hərəkət edirlər. Bu zaman V1 plus yenə V2 yazacağım. Olacaq nə qədər? 6V. İndi əvvəlcə 3V qədər idi, daha sonra isə oldu 6V qədər. Deməli, bu cisimlərin hər birinin yerə nəzərən sürətini artırdıqda, bunların bir-birinə nəzərən sürəti neçə dəfə artmış oldu? 2 dəfə artmış oldu. Eyni istiqamətdə müxtəlif sürətlərlə bərabər sürətlə hərəkət edən iki cismin hər birinin yerə nəzərən sürəti 2 dəfə artırılarsa, onların bir-birinə nəzərən nisbi sürəti necə dəyişər? Eyni istiqamətdə müxtəlif sürətlərlə. Misal üçün, bu V sürəti ilə hərəkət etsin birinci cisimimiz, ikinci cisim isə 3V sürətlə hərəkət etsin. Bu zaman nəzərən sürət eyni istiqamətdə necə tapılırdı? Çıxılırdı. Elə deyilmi? Yəni V2 çıxılsın V1 yazsaq olacaq nə qədər? 2V. Daha sonra bunların hər birinin yerə nəzərən sürətini 2 dəfə artırmaq. 2V qədər bu olacaq. 6V qədər də bu olacaq. Buradan V2 bərabərdir. V2 çıxılsın V1 yazacaq olsaq 6-dan 2-sini çıxanda qalacaq nə qədər? 4V. Aha, əvvəlcə hər birinin deməli sürəti V və 3V olanda bir-birinə nəzərən sürətlər nə qədər oldu? 2V. Daha sonra hər birinin sürətini 2 dəfə artırdıqda isə bunların bir-birinə nəzərən sürəti oldu 4V. Deməli, onların, yəni cisimlərin bir-birinə nəzərən sürəti neçə dəfə artmış oldu? 2 dəfə artmış oldu. İki maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asılılığı V1 bərabərdir 5T, V2 bərabərdir 3T plus 2 şəklində verilmişdir. Birinci maddi nöqtənin ikinciyə nəzərən sürətinin proyeksiyasının zamandan asıllığını müəyyən edin. Deməli, birincini ikinciyə nəzərən deyirsə uşaqlar, biz birincidən ikinci nə eləməliyik? Çıxmalıyıq. Yəni, əlbəttə ki, zaten bizə sürətin tənliklərini verdiyinə görə elə birbaşa çıxa bilərik. Yazacağım nə? 5T çıxılsın 3T plus 2 bərabərdir. 5T çıxılsın 3T çıxılsın 2 bərabər olacaq deməli 2T minus 2. Çayın axını istiqamətində suya nəzərən 36 km bölünsün saat sürətlə üzən qayıq 600 metr məsafəni 50 saniyəyə qət etdi. Çayın axın sürətini
hesablayın. Deməli, fərz edirik ki, çay bu istiqamətdə axır. V çayımız olsun. Və həmçinin bizim burada olan qayğımız da deməli, nə eləyir? Çayın axın istiqamətində gedir. Bu zaman qayıq gedəcəyi ünvana, nöqtəyə daha tez çatar. Elə deyilmi? Çünki həm öz sürəti var, həm də bunun getməsinə nə eləyir? Çay köməklik eləyir. Buna görə də burada bizim sürətlərimiz toplanacaqdır. Yəni, yazacağım ki, V çay üstə gəlinsin, V qayıq bərabərdir, L bölünsün T. Və biz qayığın sürəti 36 km bölünsün saatdir. Biz onu metr bölünsün saniyəyə çevirəndə olacaq 10 metr bölünsün saniyə. Buradan yazırıq. V çay üstə gəlinsin 10 bərabərdir. Ümumi məsafəmiz 600 metr. Zamanımız isə nə qədərdir? 50 saniyə. Buradan bunlar ixtisar gedəcək, qalacaq 12. V çayı da tapanda 12 çıxılsın 10 bərabər olacaq 2 metr bölünsün saniyə. Deməli, çayın axın sürəti 2 metr bölünsün saniyə olmuşdur. Çayın axınının əks istiqamətində suya nəzərən 36 km bölünsün saat sürətlə üzən qayıq deməli 400 metr məsafəni 50 saniyəyə qət etdi. Çayın axın sürətini hesablayın. Artıq bu zaman qayıq uşaqlar, baxın, V çay bu istiqamətdə gedir. Çayda olan qayığımız isə çayın əksi istiqamətində gedir. Və qayıq. Və deyir ki, qayığın sürəti nə qədərdir? 36 km bölünsün saatımız 10 metr bölünsün saniyədir. İndi qayıq çayın əksinə doğru gedəndə bu zaman çay nə ilə uşaqlar? Qayığı ləngidir. Yəni gedəcəyi nöqtəyə daha çox zaman sərf etmiş olur, elə deyilmi? Çünki qayıq çayın əks istiqamətində axır. Bu zaman və burada ona diqqət yetirmək lazımdır ki, qayıq əgər çayın əks istiqamətində gedə bilirsə, deməli qayığın sürəti çayın sürətindən böyük olmalıdır. Və qayıq böyükdür və çay kiçik olacaq olsa, çay onda özü ilə birlikdə aparmış olacaq. Yəni ki, bu zaman biz yazacaq V qayıq çıxılsın V çay bərabərdir. L bölünsün T. Qayığın deməli sürəti 10 metr bölünsün saniyə çıxılsın V çay bərabərdir. 400 bölünsün neçə saniyə? 50. Bunlar da ixtisar gedəcək. 40-ı da 5-ə böləndə olacaq 8. Elə deyilmi? İndi 8 bərabərliyin sonuna mənfi keçər, V çay isə müsbət keçər. Buradan V çay alınır 2 metr bölünsün saniyə. 5 metr sürətlə hərəkət edən və uzunluğu 150 metr olan qatar nə qədər müddətə qarşıdan gələn 10 metr bölünsün saniyə sürətlə malik qatardakı sərnişinin yanından keçər. Deməli, qatarlardan biri 5 metr bölünsün saniyə sürətlə hərəkət edir, elə deyilmi? Digər isə qarşıdan gəlir. Yəni, qatarlar bir-birinə, belə desək, əks istiqamətdə hərəkət edilir. Və bizdə deyir ki, nə qədər müddətə birinci qatar, ikinci qatarda olan sərnişinin yanından keçər. Bu zaman biz burada nəzərən sürətləri tapacağıq. V2 bərabər olacaq. V1 üstə gəlinsin V2. Yəni 5 üstə gəlinsin 10 olacaq 15 metr bölünsün saniyə. Bunlar qarşı-qarşıya hərəkət edirlərsə daha tez görüşərlər. Elə deyilmi? T bərabərdir. L bölünsün V iştirik də yaza bilərsiniz. İstərsə də L bölünsün V1 üstə gəlinsin V2 də yaza bilərsiniz. Heç bir fərqi yoxdur. 150 bölünsün 5 üstə gəlinsin 10 bərabər olacaq 10 saniyə. 150 bölünsün 15 olacaq 10 saniyə. Aralarındakı məsafə 600 metr olan iki avtomobil uyğun olaraq 12 metr bölünsün saniyə və 8 metr bölünsün saniyə sürətlə qarşı-qarşıya hərəkət edirlər. Nə qədər vaxtdan sonra onlar görüşəcəklər? Deməli, bu aralarındakı iki dənə avtomobilin
olan 600 metr məsafədir və bunlar nə edir? Bu istiqamətdə qarşı-qarşıya hərəkət edirlər. Biri 12 metr bölünsün saniyə isə, digəri isə 8 metr bölünsün saniyə. V bərabərdir L bölünsün T-dən. Mən tapacağım nəyi? T-ni. T bərabərdir nəyə? L bölünsün V. Bəs bu avtomobillərin bir-birinə nəzərən sürəti əlbəttə ki, toplanacaq. Əks istiqamətdə sürətlərimiz dedik, toplanır. T bərabərdir L bölünsün V1 plus V2 bərabərdir 600 bölünsün 12 plus 8 olacaq 30 saniyə. İki maddi nöqtənin hərəkət tənliyi x1 bərabərdir 2t plus 2, x2 bərabərdir 3t plus 3 şəklindədir. İkinci nöqtənin birinciyə nəzərən sürətinin modunu hesablayın. Deməli, ikincinin birinciyə nəzərən sürətinin modunu istəyir. Uşaqlar, biz əlbəttə bilirik ki, koordinatın zamana görə törəməsi bizə nəyi verir? Sürət. Birinci tərtib törəməsi sürəti verir. Yəni 2t plus 2-dən törəmə alacaq olsaq biz, buradan 2t'nin törəməsi 2, 2'nin isə törəməsi 0. Yəni birinci cisimimizin sürəti bərabər oldu 2 metr bölünsün saniyə. İkincidən törəmə alacaq olsaq, x2 iştirik bərabərdir 3t plus 3. 3t'nin törəməsi 3, 3'ün isə törəməsi eləyəcək 0. Deməli, ikinci cisimimizin də sürəti olduğuna qədər 3 metr bölünsün saniyə. Elə deyilmi? İkinci maddi nöqtənin birinciyə nəzərən sürətini istərdi bizdən. Yəni, V2 bir bərabər olmalıdır. V2 çıxılsın V1. Yəni, 3 çıxılsın 2 bərabər olacaq 1 metr bölünsün saniyə. İki maddi nöqtənin hərəkət tənliyi x1 bərabərdir mənfi 2t və x2 bərabərdir 4t kvadratı şəklindədir. T bərabərdir 0 anında ikinci nöqtənin birinciyə nəzərən sürətini hesablayın. Əvvəlcə biz baxırıq bunların hərəkət tənliyinə. Görürük ki, birinci cisimimiz düz xətli bərabər sürətli hərəkət edən cisimindir və əlbəttə ki, x oxun əks istiqamətində. Koordinatın zamana görə birinci tərtib törəməsi dedik bizə sürəti verir, elə deyilmi? x1-dən törəmə alarıq, bərabər olacaq mənfi 2t'nin törəməsi eləyəcək 2. Aha, bunu yazdıq biz. Uşaqlar, indi birinci cisimimiz düz xətli bərabər sürətli hərəkət edir. İkinci cisimimiz isə, yəni yazacağım bura x2 bərabərdir 4t kvadratı. Bu cisim bəs necə hərəkət edir? Bu artıq bərabər təcilli hərəkətdir. Və başlanğıc sürəti olmadığı üçün deməli 0-a bərabərdir. Elə deyilmi? Deməli, V2-ci cisimin sürəti zamanın başlanğıc anında, zamanın 0 anında 0-a bərabər. Çünki bu cisim sükunət vəziyyətindən hərəkətə başlayıb deməli. Və ikincinin birinciyə nəzərən sürətini istəyir bizdən. V2 1 bərabərdir. V2 çıxılsın V1 bərabərdir. 0 çıxılsın mənfi 2. Bu da bərabər olacaq 2 metr bölünsün saniyəyə. Avtomobil hərəkət vaxtının 1/4 hissəsini 8 metr bölünsün saniyə sürətlə, qalan hissəsini isə 4 metr bölünsün saniyə sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini hesablayın. Uşaqlar, avtomobil hərəkət vaxtının deyir. Elə deyilmi? 1/4'ni. Deməli, T1'imiz nə qədərdir? 1/4 qədər. V1'imiz isə 8'dir. 1/4'ni vaxtın gedibsə yerdə nə qədər qalıb? Əlbəttə ki, 4/3'ü. V2-ci hissədə olan sürətimiz isə 4 metr bölünsün saniyədir. Orta sürətin düsturlarını yadda saxlamaqda bəzən çətinlik çəkirsiniz. Əvvəlcə verilənləri seçib yazırıq. Daha sonra V orta bərabərdir. Neçə hissədən ibarətdir? Gedişatımız 2. Ümumi gedilən yolun ümumi zamana olan nisbətini biz hesablayıb bu düsturu bura qədər yazırıq.
Daha sonra baxırıq ki, məsələmizdə T var, V var. Nə yoxdur? S. V bərabərdir. S bölünsün T düsturundan S'i tapırsınız. S bərabər olacaq nəyə? VT. Baxın bu düstur yadımızdan çıxartmırıq. İndi orta sürətin düsturunda S olmadığı üçün uşaqlar, burada artıq biz S'i əvəzləyəcəyik. Yəni ki, S1-in yerinə nə yazacağam? V1 T1 üstə gəlinsin. S2-nin yerinə V2 T2 bölünsün. T1 plus T2. Buradan orta sürət bərabər olacaq. V1'imiz nə qədərdir? 8. T1'imiz isə 4'də 1'dir. 8 vurulsun 4'də 1. Üstə gəlinsin. 4 vurulsun 4'də 3. Bölünsün. 4'də 1 plus 4'də 3. Bu da zaten 1 eləyəcəkdir məxrəcimiz. 8 ilə 4 ixtisar gedər. Burada qalar 2. 4 ilə də 4 ixtisar gedər. Qalar 1. 2'nin də üstünə 3 gələndə eləyəcək 5 metr bölünsün saniyə. X ox üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 4 saniyə müddətində cismin orta sürətini hesablayın. Biz bilirik ki, sürət və zaman altında qalan fiqurun sahəsi bizə nəyi verir? Gedilən ümumi yolu və ya yer dəyişməni. Əvvəlcə biz bu bərabər yanlış tuzağın sahəsini taparıq. 2'də 1 AH bərabərdir. 2'də 1 vurulsun 5. Daha doğrusu 4 vurulsun 5. Olacaq nə qədər? 10 metr. Elə deyilmi? Deməli, gedilən ümumi yolumuz nə qədərdir? 10 metrə bərabərdir. Orta sürətimiz və orta bərabərdir. S ümumi bölünsün T ümumi. Bərabər olacaq. Ümumi yolumuz oldu 10 metr. Bu yol getməyə sərf olunan zaman isə 4 saniyə. Eləyəcək 2,5 metr bölünsün saniyə. V sürətlə hərəkət edən eskalator üzərində həmin istiqamətdə yerə nəzərən sürəti 3V olan sərnişin gedir. Sərnişinin eskalatorla bağlı hesablama sistemində sürətinin modulu nəyə bərabərdir? Deməli, baxın, bizim belə bir eskalatorumuz var və bu eskalatorun sürəti nə qədərdir? V qədərdir. Həmçinin eskalatorun üzərində bizim belə bir sərnişimiz var. Bu sərnişinimiz isə və sərnişin bərabərdir yerə nəzərən. Baxın uşaqlar, yerə nəzərən, ümumiyyətcə sahilə nəzərən, kənardan baxan müşahidəçiyə nəzərən bu sözlərin hamısı eyni anlayışdır. Bu sərnişinin yerə nəzərən sürəti 3V-dir. 3V-dir, elə deyilmi? Sərnişinin deməli eskalatorla bağlı hesablama sistemində sürəti nə qədər imiş ki? Yerə nəzərən 3V olubdur. Əlbəttə ki, deməli, sərnişinin eskalatorla bağlı hesablama sistemində sürəti olubdur 2V. Çünki, baxın, 2V sərnişinin sürəti olsa, öz sürəti olsa, V də eskalatorun sürəti olsa, kənardan baxan həmin orada olan deməli, sərnişini neçə sürəti ilə gedən görəcək? Əlbəttə ki, 3V sürəti ilə. 2V sərnişinin öz sürətidir. 1V də onu nə eləyəcək? Eskalator aparmış olacaq. V sürətlə hərəkət edən eskalator üzərində həmin istiqamətdə eskalatora nəzərən sürəti 3V olan sərnişin gedir. Sərnişinin yerlə bağlı hesablama sistemində sürətinin modulu nəyə bərabərdir? Deməli, eskalatorumuz V sürəti ilə gedir. V eskalator bərabərdir V sürətlə. Və eskalator üzərində həmin istiqamətdə eskalatora nəzərən sürəti 3V olan. Burada da eskalatorun üzərində sürəti 3V olan və sərnişimiz hərəkət edir. Sərnişinin yerlə bağlı, baxın, buradakı yerlə bağlı, kənardan baxan müşahidəçi, sahilə nəzərən sürəti nə qədər olacaq? Əlbəttə ki, burada yerə nəzərən sərnişinin sürəti olacaq. Deməli, 4V. Çünki 3V sərnişinin öz sürətidir, 1V də eskalatorun sürətidir. Yerdən baxan sərnişinin
4v sürəti ilə getdiyini görmüş olur. X ox üzrə hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının zamandan asılılıq qrafikləri verilmişdir. A cisiminin hansı cisimə nəzərən sürətinin modulu ən kiçikdir? Uşaqlar, ümumiyyətcə bunu qısa olaraq yadımızda saxlayırıq ki, ən yaxın olana nəzərən ən kiçikdir, ən uzaqda olana isə nəzərən ən böyükdür. Gəlin bunu həqiqətən yazaq. 10, 20, 30, -10, -20 və -30. İndi baxın. A cisiminin sürəti nə qədərdir? 30. Birinci cismin sürəti 20. A cisiminin birinci cisimə nəzərən sürəti nə qədər olacaq? VA1 bərabər yazacağım. VA çıxılsın V1, yəni 30 çıxılsın 20 bərabər olacaq 10-a. İndi gəlin 5-ciyə baxaq. VA5 bərabərdir. VA çıxılsın V5 bərabərdir. 30 çıxılsın -30 bərabər olacaq nə qədər? 60-a. Deməli, həqiqətən də, yəni buradan görsənir ki, A cisiminin sürəti yanındakına nəzərən ən kiçik, ən uzağındakına nəzərən isə ən böyük olmuş oldu. Çünki birinci cisim A cisimi ilə eyni istiqamətdə hərəkət edir. Nəzərən sürətlər çıxılır, ən kiçik alınır. 5-ci cisim isə A cisimi ilə əks istiqamətdə hərəkət etdiyi üçün nəzərən sürət toplanılır, ən böyük olmuş olur. Ən kiçiyi deməli bizdən soruşduğu üçün cavabımız olacaq 1. İki cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Qrafiklərdən hansı ikinci cismin birinci cisimə nəzərən sürətinin deməli, nisbətən sürətinin proyeksiyasının zamandan asılılığını ifadə edir? Uşaqlar, əvvəlcə baxın, zaman oxuna belə bir perpendikulyar çəkərəm. Müəyyən bir S1 məsafəsi yazaq. Tutaq ki, zamana deyirəm 2 saniyə, buna deyirəm 5 metr, burada olar 10 metr. Və mən görürəm ki, eyni zaman müddətində, zamanlar bərabər zaman müddətində birinci cisim 10 metr yol gedib, ikinci cisim isə 5 metr yol gedib. Elə deyilmi? Deməli, buradan görsənir ki, birinci cismin sürəti ikinci cismin sürətindən böyükdür. Yəni, zaten V bərabərdir S bölünsün T düsturuna əsasən hansı xətt daha kəskin qalxıbsa da onun sürətinin daha böyük olduğunu görürük. Yəni, V1-in sürəti böyükdür, V2-dən olduğunu rahat bir şəkildə görmək olur. Amma şərtdə isə bizə deyir ki, ikinci cismin birinci cisimə nəzərən sürəti V2 bir bərabər olacaq nəyə? V2 çıxılsın V1. Elə deyilmi? Misal üçün, belə deyək də, V1 cisminin sürətinə desək ki, V1-ə desək 5, V2 bərabər olacaq 2,5. Yəni, qrafikdə yazdığımız qiymətlərə əsasən bərabər olacaq 2,5 çıxılsın 5 bərabərdir -2,5. Yəni, bu qiymətlər zaten özümüzdən sözsüz ki, nədir? Verdiyimiz bir qiymətlərdir. Nəzərən sürətimiz necə alındı? -2,5. Bu da nədir? Sabit bir ədəddir. Deməli, ikinci cismin birinci cisimə nəzərən sürəti 4-cü rübdən sabit olmuş olacaq. X ox üzrə hərəkət edən 5 müxtəlif cismin A nöqtəsinin yer dəyişmələrinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Hansı cisimə nəzərən A cisiminin sürətinin modulu ən kiçikdir? Dedik ki, yanındakına nəzərən ən kiçik, ən uzağındakına nəzərən isə ən böyük olmuş olurdu. Ən kiçik soruşursa cavabımız olacaq 1. X ox üzrə hərəkət edən 5 müxtəlif cismin və A cisminin yer dəyişmələrinin proyeksiyalarının zamandan asılı qrafikləri verilmişdir. Hansı cisimə nəzərən A cisiminin sürətinin modulu ən kiçikdir? Əlbəttə ki, dedik, ən yaxındakına nəzərən ən kiçik olmuş olacaq. Cismin hərəkət tənliyi 10+5t şəklindədir. Hərəkət tənlikləri verilmiş hansı cisimə nəzərən bu cismin sürətinin modulu
ən böyükdür. Biz bu hərəkət tənliyinə baxanda, yəni x bərabərdir 10 plus 5t tənliyinə baxanda, biz buradan görürük ki, cismin sürəti nə qədərdir? 5-dir. Müsbət 5-ə bərabərdir. İndi, deməli, variantlar verilən cisimlərin hərəkət tənliklərinə baxanda, biz elə birini seçməliyik ki, nəzərən sürət neynəsin? Ən böyük olsun. Yəni, əks istiqamətdə hərəkət eləsin ki, nəzərən sürətlər nə etsin? Toplanmış olsun. A variantında sürətimiz 1-dir, toplasaq 6 eləyəcək. Buradakı 5 ilə B-də müsbət 5-dir, 0 eləyəcək. C-də 10 eləyəcək. D-də 7 eləyəcək. Y-də isə eyni istiqamətdə 3 eləyəcək. Deməli, ən böyük hansında oldu? C variantında olmuş oldu. Cismin hərəkət tənliyi 20-10t şəklindədir. Hərəkət tənlikləri verilmiş hansı cisimə nisbətən bu cismin sürətinin modulu ən kiçikdir? X bərabərdir 20-10t. Ən kiçik olması üçün uşaqlar. Deməli, biz bu cisimlə eyni istiqamətdə hərəkət edən və sürəti bunun sürətinə yaxın olan birini seçməliyik ki, nəzərən sürətlər çıxılanda ən kiçik qalsın. Buradan görürük ki, bu cismin sürəti -10 metr bölünsün saniyədir. B variantına baxanda görürəm ki, x bərabərdir 20-10t şəklindədir. Cisimlərimizin hər ikisi x oxun əks istiqamətində 10 metr bölünsün saniyə sürətlə hərəkət edirlər. Bu zamanda 10-dan da 10'lu çıxanda qalacaq 0. Gəminin çayın axın istiqamətindəki sürəti 25 km bölünsün saat. Axının əksi istiqamətindəki sürəti 14 km bölünsün saat olarsa, çayın sürətini hesablayın. Deməli, gəmi çayın axın istiqamətində və gəmi üstə gəlinsin və çay bərabərdir bir yerdə. Sürətləri 25 km bölünsün saat. Əksi istiqamətində isə 14 km bölünsün saat. Yəni, gəmi çayın axının əksinə gedirsə də uşaqlar, deməli, gəminin sürəti çayın sürətindən böyük olmalıdır. Elə deyilmi? Bu sistem tənliyimizi həll edərik. 2 və gəmi bərabər olacaq, deməli, 39-a. Buradan və gəmi bərabər olar 19,5-ə. Elə deyilmi? Aha, indi gətirib baxın, burada tənlimizdə yerinə qoyub yaza bilərik. 19,5 üstə gəlinsin və çay bərabərdir 25. Buradan da və çay bərabərdir 5,5. Şəkildə 3 avtomobilin sürətləri və hərəkət istiqamətləri verilmişdir. Avtomobillərin V2, V1, V2, V3, V3, V1 nisbi sürətlərinin modulları hansı diaqramda düzgün ifadə olunmuşdur? Əvvəlcə birincidə bizə nəyə verib? V2 1'i verib. Elə deyilmi? Biz baxanda görürük ki, birinci və ikinci avtomobillərimiz eyni istiqamətdə hərəkət edirlər. Bu zaman bunların nəzərən sürətləri çıxılır. Elə deyilmi? 100-dən 60'ını çıxanda qalacaq 40. İkinci halda bizə verib nəyi? V2 3'ü. Bu da bərabərdir. İkinci cisimimiz və üçüncü cisimimiz. Bunlar necə hərəkət edir bir-birinə nəzərən? Əks istiqamətdə. Əks istiqamətdə sürətlərimiz toplanacaqdır. 100'ün üstə 80 gələndə eləyəcək 180. Üçüncüdə isə V3 1'i soruşur bizdən. Deməli, V3 və V1. Aha. Və üçüncü cisimlə birinci cisimlə necə hərəkət edir? Əks istiqamətdə. Əks istiqamətdə sürətlərimiz sözsüz ki, toplanacaq. Eləyəcək 140 km bölünsün saat. İndi baxaq variantlarımıza. Deməli, əvvəlcə birinci hala uyğun gələcək 40. İkinci hala uyğun gələcək 180. Üçüncü hala uyğun gələcək 140. Baxın, birinci halda 40'dır. İkincidə 180'dir, yəni 200 ilə 160'ın ortasındadır. Üçüncüdə isə deməli 120 ilə 160'ın ortasındadır. Cavabımız olur C variantı.
Eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir? Eyni istiqamətdə hərəkət edəndə nəzərən sürətlərimiz çıxılır deyə nəzərən sürətimiz ən kiçik alınmış olur. Cavabımız olacaq 2. Başlanğıc koordinatları eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılığı təsvir olunmuşdur. Hansı zaman intervalında cisimlər bir-birinə yaxınlaşar? Biz bunu qısa bir qayda olaraq yazmışdıq ki, əgər cisimlər arasındakı məsafə nə zaman ən böyükdür desə, xətlərin kəsişdiyi nöqtədə. Nə zaman bir-birinə yaxınlaşar? Kəsişdikdən sonra. Yəni cavabımız olacaq 4, 5. Şəkildə başlanğıc koordinatları eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılığı təsvir edilmişdir. Hansı zaman intervalında cisimlər bir-birinə yaxınlaşar? Xətlər kəsişdikdən sonra zaman intervalında yaxınlaşmış olacaq. Cavabımız olacaq 4, 5. Başlanğıc koordinatları eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Hansı zamanında cisimlər arasındakı məsafə ən böyük olar? Xətlərin kəsişdiyi zaman intervalında, yəni T4. Düzxətli hərəkət edən iki cismin yerə nəzərən sürət vektorları təsvir olunmuşdur. Birinci cismin ikinci cismə nəzərən sürətinin istiqaməti hansıdır? Cisimləri burada ayrılıqda qeyd edək. Deməli, birinci cismin sürəti və şolar sözsüz ki, bir müddət sonra bu cisimləri biz bu şəkildə çəkə bilərik. Elə deyilmi? Birinci cismin ikinci cisimə nəzərən sürəti deyirsə, deməli V1 çıxılsın V2 yazmalıyıq. Və biz vektorların çıxılma qaydasında öyrənmişdik ki, hansı vektordan digərini çıxırsa, oxun istiqaməti o vektora doğru olmuş olur. Cavabımız olacaq B variantı. Düzxətli hərəkət edən iki cismin yerə nəzərən sürət vektorları təsvir olunmuşdur. İkinci cismin birinci cisimə nəzərən sürətin istiqaməti hansıdır? Biz bilirik ki, bir müddətdən sonra bu cisimlər, baxın, ikinci cisim bu şəkildə, birinci cisimdə, yəni bu şəkildə hərəkət edəcək, elə deyilmi? Və bizdən ikinci cisimin birinci cisimə nəzərən deyirsə, deməli biz ikinci cisimin sürətindən birinci cisimin sürətini çıxmalıyıq. İkincidən də birincini çıxırıqsa, bu zaman oxun istiqaməti olacaq ikinci cisimin istiqaməti tərəfində. Şəkildə O nöqtəsindən hərəkətə başlayaraq çayın digər sahilinə doğru üzən 3 üzgüçünün sürət vektorları göstərilmişdir. Üzgüçülərin çayı keçmə müddətləri arasında hansı münasibət doğrudur? Şöyle, burada biz Y oxu üzrə bu oxların proyeksiyalarına baxırıq. Baxanda görürük ki, hər bir oxun Y oxu üzrə proyeksiyası deməli, baxın, 2 damaya bərabərdir. Elə deyilmi? Ona görə də keçmə müddətləri bir-birinə bərabər olmuş olacaq. X oxu üzrə hərəkət edən və başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı zamanında cisimlər arasındakı məsafə ən böyük olacaqdır? Dərsdə də qeyd etmişdik, xətlərin kəsişdiyi nöqtədə, yəni T4 intervalında. Müşahidə başlanan anda bir-birindən müəyyən S məsafədə olan iki avtomobil sabit 2V və V sürəti ilə hərəkət edir. Hansı qrafik avtomobillər arasındakı məsafənin zamandan asılılığını ifadə edir? Şöyle, biz şəkilə baxanda görürük ki, birinci avtomobilin sürəti 2V, ikinci avtomobilin sürəti isə nə qədərdir? V qədərdir. İndi bunlar arasında bir S məsafəsi var, S0 məsafəsi var. Bunu qeyd edirik. Birinci avtomobilimiz deməli 2V sürəti ilə hərəkət edir. İkinci avtomobilimiz isə V sürəti ilə hərəkət edir. Və sözsüz ki, biz görürük ki, birinci avtomobilin sürəti ikinci avtomobilin sürətindən böyük olduğu üçün müəyyən zaman keçdikdən sonra nə edəcəkdir? Gəlib birinci avtomobil ikinci avtomobili keçib gedəcək, elə deyilmi? Amma bunlar arasında belə bir S0 məsafəsi var. Deməli,
Zaman keçsə bu avtomobillər əvvəlcə nə edəcək? Bir-birinə yaxınlaşacaqlar. Əvvəlcə bunlar arasında bir S0 məsafəsi var. Birinci avtomobil gedib ikinci avtomobilə yaxınlaşdıqca bu məsafə azalıb düşəcək sıfıra. Daha sonra isə birinci avtomobil ikinci avtomobili ötüb gedəcək. Aradakı məsafə yenidən artmış olacaq. Deməli, çayın axın sürəti v çay və 5 üzgüçünün suya nəzərən sürət vektorları verilmişdir. O nöqtəsindən üzməyə başlayan hansı üzgüçü qarşı sahilə A nöqtəsində çıxacaqdır. Uşaqlar, bunu vektorların sürüşdürülmə qaydasından etsək daha rahat olur. Deməli, bizə lazımdır ki, bu üzgüçlərin hansı gedib A nöqtəsindən çıxa bilər. Çayın deməli, sürəti neçə damadır? 2. Çayın baxın bu sürətinin neçə dama olduğunu gətirib burada bir-bir vektorlara birləşdiririk. 5 vektoruna 2 dama birləşdirəcək olsaq, bax, gəlib hardasa buradan çıxacaq. Daha sonra gətirirəm çayın axın istiqamətini, yəni axın sürətini 4-cü vektora birləşdirirəm, gəlib buradan çıxacaq. Daha sonra gətirib 3-cü vektora birləşdirirəm, gəlib buradan çıxacaq. Ən sonda isə baxın, gətirib artıq ikinci üçün etmədik. Birinci vektorun sonuna birləşdirsəm, çayın sürət vektorunu, baxın, görürsünüz, buradan gəlib A nöqtəsindən çıxmış olur. Deməli, üzgüçümüz birinci istiqamətdə üzəcək olsa, gəlib A nöqtəsindən çıxa bilər. İki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Hansı qrafik ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasının zamandan asıllığına uyğundur? Deməli, biz baxanda görürük ki, olar. Birinci cisimimiz 5 metr bölünsün saniyə sürətlə x ox istiqamətində bərabər sürətlə hərəkət edir. İkinci cisimimiz isə zamanın başlanğıc anında, yəni biz bu hərəkətə uşaqlar zamanın başlanğıc anı üçün baxacağıq. Yalnız yəni zamanın sıfır anını görə birlikdə biz qrafikə baxdıqda, elə deyilmi? İkinci cisimimizin isə sürəti V2 bərabərdir. Zamanın başlanğıc anında sıfırdır. Çünki sükunət vəziyyətindən bərabər yeniləşən hərəkət edibdir. Şərtdə də bizə deyir ki, ikinci cismin birinci cisimə nəzərən sürətinin deməli qrafiki hansıdır? V2 çıxılsın V1 bərabərdir. 0 çıxılsın 5 bərabər olacaq -5-ə. Düzdür? Aha. İndi -5-dən olan bizim 2 dənə variantımız var. D və Y variantları. Burada ikinci cismin birinci cismə nəzərən sürətinin modulu nə qədər oldu? -5. Amma -5-dən nə edir uşaqlar? Bu get-gedə, daha doğrusu sıfırdan get-gedə nə edir? Artmağa olur 1, 2, 3, 4, 5 və bunlar arasındakı fərq get-gedə azalır. Yəni sıfırdan uzaqlaşmalı yox, sıfıra yaxınlaşmalıdır bunların nəzərən sürətləri. Cavabımız olacaq D variantı.